Sonda bugün UEFA Avrupa Ligasındaki yeganə təmsilçimiz Neftçi 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq. Rəqib Gürcüstanın Çikora klubudur. Neftçi tarixində ikinci dəfə play-offa yüksəlmək üçün doğma azarkeşləri önündə sərfəli nəticə qazanmalıdır. Çikora üzərində qələbə Neftçini qrup mərhələsinə bir qədər də yaxınlaşdıracaq. Rəqib Ağqaraların köhnə tanışıdır. Neftçi Türkiyədəki hazırlıq prosesində Gürcüstan klubunu məğlub edə bilməyib. Əksinə, Çikora flaqmanımıza məğlubiyyət acısı yaşadıb. Böyüyağa Hacıyev yetirmələrinin bugünkü oyunda həmin məğlubiyyətin əvəzinin çıxacağına inanır. Komanda Koper oxşar bir komandadır. O səvkidə futbol oynayan komandadır. Əsasən müdafiədən oynayır. Koper'in bir üstünlüğü vardı. Koper çox savadlı şəkildə qapanırdı. Çikoranın da özünə məxsus üstünlükləri vardı. Heç bir taktika açıqlamayan Hacıyev jurnalistlərə sürprizlər vəd etdi. Komandasının hücum xəttində problemlərin olmasına rəğmən məşqçi heç vaxt heç bir komandadan çəkinmədiyini dedi. Mən indi ola bilər ki, bu oyuna bir başqa təlimatla çıxacağım futbolçuların qabağına. Və yenə təkrar edirəm, mənim bir həmişə sözüm var. Pis taktika yoxdur, pis icraçılar var. Sabahları futbolçuların meydanda verilən tapşırıqlara nə qədər əməl elədiyinin sizdə bizdə şahidi olacaq. Və bir şey də unutmayaq ki, bu etap 2 oyundan ibarətdir. Neftçi bugün həm də rəqibə qarşı təmkinli oynamalıdır. Heyətin Carlos Cardosa, Erik Ramos kimi aparıcı futbolçularının cəzalı durumun bir addımlıqda olması flaqmanımızı rəqiblə ehtiyatlı davranmağa vadar edir. 8-ci kilometr stadionda keçiriləcək Neftçi Çikora qarşılaşmasının start biti saat 20-də səslənəcək.